Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrafil enbiyai vel mursalin Nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in emme ba'd. Tevhid meseleleri ile ilgili dersimiz Allah Teala'nın izniyle devam edir. Bugünkü dersimiz ise küfür, onun mənası ve onun növləri hakkında olacak. Küfür, lügati mənası örtmək, gizlətmək deməkdir. Küfür, lügati mənası örtmək və gizlətmək deməkdir. Küfrün şəri mənası isə imanın ziddidir. İman nədirsə, onun tam əksi isə küfürdür. Elm əhli deyir ki, küfrün istilahı mənasında gəldikdə odur ki, küfür Allaha və onun Rasuluna sallallahu aleyhi və səlləmə iman gətirməmək. Küfür budur. Baxmayaraq ki, baxmayaraq ki, imanın 6 şərti var. Allaha iman, peyğəmbərlərə iman, mələklərə iman, kitablara iman, axirət gününə iman, qəza və qədərə iman. Lakin elm əhli deyir ki, küfrün əsl mənası Allahı və onun Rasulunu inkar eləməkdir. Allahı və onun Rasuluna inanmamaqdır. Amma o birisi şeyləri saymırlar. Bu ikisi ilə kifayətlənirlər. Ona görə ki, o bir kim Allah'a və onun Rasuluna inanırsa, o birisilərə də özündən asılı olmayaraq inanmış hesab olunur. Əgər Allah'a və Rasuluna inanmırsa bir adam, o birisilərə heç ondan soruşulmur ki, inanır mı, yaxud inanmır mı? Elm əhli deyir ki, küfrün 2 növü var. Küfrün 2 növü var. Böyük küfür və kiçik küfür. Böyük küfür 5 halda baş verir. Böyük küfürün 5 növü var. Birinci növü yalanlama küfürü. Yəni kim desə ki, kim Allahın varlığını, Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və səlləmin Allahın göndərdiyi bütün insanlara son Peyğəmbər olduğuna inanmasa, dili ilə inkar eləsə, o insan kafirdir. O insan müsəlman sayılmır. Nə əməl edirsə etsin, Allah onu qəbul etmir. Deməli, birinci növ nədir? Dillə yalanlamaq. Kim Allahı və onun Rasulunu dillə yalanlayarsa, o insan artıq kafir olur. Buna dəlil nədir? Ankabut surəsinin 68-ci ayə. Allah Teala buyurur: وَمَنْ أَظْلَمُ مِمَّنْ اِفْتَرَى عَلَى اللّٰهِ كَذِبًا. Allahın adıyla yalan danışandan, Allaha yalan yere iftira atandan daha zalim kim olabilir? اَوْ كَذَّبَ بِالْحَقِّ لَمَّا جَاءَهُ. Və yaxud da ona hak geldikten sonra, doğru geldikten sonra, hakikat geldikten sonra onu heçe sayan, yalan sayandan daha zalim kim olabilir? Deməli, kim Allah'ın varlığını, Resulullah'ın onun elçisi olduğunu ona beyan olunduğu zaman inkar eləyərsə, ondan daha zalim heç kəs ola bilməz. Əleysə fi cəhənnəmə məsvən lil kafirin. Həqiqətən cəhənnəm inkarçıların, kafirlərin məskənləri deyilmi? Yəni ayətin sonu ayətin əvvəlini açıqlayır. Kim Allaha iftira eləyərsə, Allahı yalanlayarsa, Allahın dinini, şəriətini, peyğəmbərini yalanlayarsa, ona haq deyildikdən sonra haqdan üz çevirərsə, o insan kafir olur. Və Allah Teala deyir ki, onlar üçün cəhənnəm onların gedəcəyi, oturacağı məskənləridir, məskunlaşacağı yerdir. Küfrün ikinci qismi isə rədd etmək və kibirlə qarşılamaq küfrü. Bu qəlblə olur. Bayaqki dillə olurdu, bu qəlblə. Kim qəlbi ilə Allahın varlığını, Məhəmməd Peyğəmbərin Allahın elçisi olduğunu inkar eləyərsə, qəbul etməzsə, rədd edərsə və yaxud da kimsə gəlib onu anlatdığı zaman özünə sığışdırmazsa qəbul eləməyi, o insan kafirdir. O insan inkarçı hesab olunur, kafir hesab olunur. Buna dəlil nədir qardaşlar? Bəqara surəsinin 34-cü ayəsi. Allah Teala buyurur: وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ. Biz o zamanki mələklərə əmr etdik ki, Adəmə səcdə edin, hamısı səcdə etdilər, iblisdən başqa. O onu rədd etdi
Allah'ın əmrini kibirlə qarşıladı və buna görə də kafirlərdən oldu. İblis buna görə də kafirlərdən oldu. Ona görə kim Allahın varlığını və Muhammed sallallahu aleyhi ve sellemin Allahın peyğəmbəri olduğunu və o gətirdiyi şəriəti kim rədd eləyərsə, o kibirindən, özünü böyük tutmağından onu qəbul etmək istəməzsə, o insan da necə iblis kafirlərdən olub, o insan da buna görə kafirlərdən olur. Üçüncü qismi küfrün, yəni insanın kafir olmasına aparan üçüncü növ isə şək küfrü. Şək. Yəni bir adam əgər şək eləsə, Allah varmı, yoxdurmu? Məhəmməd Peyğəmbər Allahın peyğəmbəridirmi, peyğəmbəri deyilidimi? Şək şübhə eləsə, o insan yenə kafir sayılır. Çünki müsəlman, həqiqi müsəlman Allahın varlığına, təkliyinə, tək ibadətə layiq olduğuna, ibadətlərin hamısının onu sərf etməyin vacib olduğuna və Rasulullah sallallahu aleyhi ve sellemin onun son elçisi olaraq bütün insanlara ait olduğuna inanmasa, buna şək eləsə o insan müsəlman ola bilməz. Buna dəlil Kəhf surəsinin 35-dən 38-ci ayəsine kimi. Və bu uzundur, bunu qısa olaraq keçirəm. Ona görə kimin vaxtı olsa gedin Kəhf surəsinin 35-ci ayəsindən 38-ci ayəsinə kimi baxın. Dördüncü qismi isə kufrul i'rad, üz çevirmək küfrü. Yəni bir insan əgər dinini öyrənməzsə, dinini öyrənmək üçün çalışmazsa, dinindən üz çevirərsə, mənə desə mənə nə? Mən nə öyrənmirəm, nə öyrətmirəm, bu insan da yenə kafir olur. Nəyə görə kafir olur qardaşlar? Çünki əgər bir insan axtarmazsa dini, əgər bir insan dini araşdırmazsa, o insan nəyi tanıyacaq ki? Allah'ı necə tanıyacaq ki? Şirki küfrü necə ayrı biləcək ki? Pisliklərdən necə qaça biləcək ki? Deməli, bir insanın dində qalması üçün, müsəlman olması üçün dindən, Allah'tan və onun peyğəmbərindən üz çevirməməlidir. Yəni bir adam əgər öyrənirsə ki, inəyi necə sağmaq lazımdır, pendiri necə qayırmaq lazımdır və yaxud qarğdalı necə sətbək lazımdır, bir adam motoru, maşını xarab olanda onu düzəltməyi maraqlandırırsa, adicə bir insan yemək pişmək öyrənirsə, yəni bu şeylərə vaxt tapırsa, yəni insanın dini, inancı bunlardan daha ucuzdur ki, dinini öyrənməkdən üz çevirir, dinini axtarmaqdan üz çevirir. Ona görə də kimlər bugünkü gündə haqqı axtarıb, dini axtarıb öyrənməsələr, qiyamət günü Allahın qarşısında onların üzrü olmayacaq. Allah Teala onlara deyəcək, siz məscidləri, əzənləri, məsciddə olunan zikirləri, müsəlmanları görmürdünüzmü? Gedib öyrənəydiniz, axtaraydınız, şəriəti dinləyəydiniz. Yoxsa nə var? Axşam oldu, yolda otur, get televizora bax, get işdəginlə, sonra gəl yeginlə, sənlə başqa məxluqatların arasında əslində fərq qalmır. Çünki başqa məxluqatları da götür, məsələ götür inəyi, yeyir, içir, yatır, gəzir, həmin onun şəklində bir insan da elə yemək, içmək, gəzmək, yatmaqdırsa, onunla, inəklə insan arasında fərq olur. Həqiqi mənada olmur. İnsanı fərqləndirən şey heyvanlardan və başqa məxluqlardan şuurdur, ağıldır, düşüncədir, təfəkkürdür. Ona görə müsəlman fikirləşməlidir, dinini axtarmalıdır. Dinində olan halal və haramları bilməlidir. Allahın təkliyini, Allahın adlarını, sifətlərini, Allah'a necə ibadət etməlidir, hamısı müsəlman axtarmalıdır, öyrənməlidir. Və bununla bərabər başqa şeyləri də öyrən. Get həkim ol, get mühəndis ol, getginən başqa ixtisas üzrə alim ol, dünyavi hər hansı bir vəzifəni, halal olan vəzifələrdən hansını sən get öyrən, İslam din qadağan eləmir bunları. Amma bununla bərabər dinini də bilmən lazımdır. Necə ibadət edirsən onu da bilmən lazımdır. Allahın əmrlərini bilmən lazımdır ki, edəsən. Qadağanlarını bilmən lazımdır ki, ondan çəkinəsən. Buna dəlil Əhqaf surəsi 3-cü ayə. Allah Teala buyurur: "Vəllezîne keferû amma unziru mu'ridun." "Vəllezîne keferû amma unziru mu'ridun." Deyir, o kəslər ki, Allahın varlığını və peyğəmbərin Muhammed sallallahu aleyhi ve sellemin onun Rasulü olduğunu inkar etdilər. Yəni kafirlər o kəslərdir ki, onlara haqq gəldikdən sonra ondan üz çevirərlər. Onu axtarmazlar, araşdırmazlar. Deməli, haqqı axtarmamaq
insanın İslamdan çıxmasına və yaxud İslama girməməsinə manidir. 5-ci küfrün növü qardaşlar, ikiyüzlülükdür, münafiqlik. Bir adam müsəlmanları görəndə gəlir, namaz qılır, kafirləri görəndə gedir, kafir kim olur? Sənin yanında gələndə dindən danışır, ateistlərin yanından gedəndə inkardan danışır. Bunlara ikiyüzlü deyirlər. Bunlara münafiqlər deyirlər. Hası ki, papağı deyirlər, ha tərəfə gedirsən, o tərəfə fırlayırsan. Bu münafiqliyə dəvətdir. Atalar sözü var, bunu eşitmişsiniz, deyir, hara geçsən papağı oraya fırla. Kişidə, müsəlmanda bir sifət olmalıdır. Nə tərisən, hər yerdə eyni olmalısan. Ya göründüyün kim olmalısan, ya da necəsən, necə görünürsən, elə olmalısan. Amma sifət dəyişdirmək, haldan ala çevrilmək, bu münafiqlərin sifətidir. Allah Teala bu da küfrün əlamətlərindəndir. Kimdə nifaq olarsa, ikiyüzlülük olarsa o da kafir olur. Allah Teala Quran-ı Kerimdə buyurur, Münafiqlar surəsinin neçənci ayəsində? 3-cü ayəsində. Zəlikə biənnəhum əmənu, thumma kəfəru, fətubi'a alə qulubihim fəhum lə yəfqahun. Allah Teala ikiyüzlər barəsində deyir ki, onlar haqqı bildikdən sonra, iman etdikdən sonra Allahı inkar elədilər. İman etdikdən sonra, haqqı bildikdən sonra inkar elədilər. Və inkar elədiklərinə görə onların Allah qəlblərini möhürlədi və artıq onlar heç bir şeyi anlamaz bir vəziyyətə gəldilər. Ona görə gəlin, baxın, bəzi insanlar var ki, ayət oxuyursan, hədis oxuyursan, şəriət oxuyursan, sanki bu adam bir heyvandır. Sanki bu adam bir kötüktür. Heç nə o adam başa düşə bilmir. Heç nə o adama daxil olmur. Bu insan sən danışanı başa düşə bilmir. Çünki Allah onun qəlbini möhürləmiş olur. Ona görə qardaşlar, insan küfrə aparan əməllərdən çəkinməlidir. İnsanı kafir edici səbəblərdən qaçmalıdır. Dilini qorumalıdır ki, dinə qarşı birdən dili ilə nəsə danışar. Qəlbini qorumalıdır ki, dində olan nəyisə inkar eləyər. Və şəkdən, şübhədən və şək-şübhə əhlindən uzaq olmalıdır dinini və əqidəsini qorumaq üçün. Həmçinin müsəlman şəriəti axtarmalıdır. Dindən, haqdan üz çevirməməlidir. Və həmçinin müsəlman bir sifətli olmalıdır. İkiyüzlü, münafiq deyil. Allah Teala'dan istəyirəm ki, bizləri muvahhidlərdən etsin, bizləri küfürdən və onun səbəblərindən qorusun, müsəlman olaraq yaşatsın, müsəlman olaraq da huzuruna köçməyi nəsib eləsin. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcmain. İxlasla.com saytı tərəfindən təqdim olundu.